Dua nə üçün ümumiyyətlə bilirsiniz? Hərdən deyirlər biz niyə dua eləyək? Onsuz da Allah bilir də nə istəyirik. Niyə dilimizə gətirməliyik? Niyə hacətimizi dilimizə gətirməli? Bilmir nə istəyirik. Bilir nə istəyirsən. Amma hacəti dilimə gətirəndə acizliyi göstərirsən, Allahın qüdrətini qəbul edirsən və onun huzuruna gəlirsən, sanki yerdən qopursan. Hacət olur bir dənə bəhanə. Hacət olur bəhanə, yerdən qopursan, dünyadan qopursan, başqa bir aləmə daxil olursan. İmam Sadiq ağa deyirdi, bir hacətim var idi, əllərimi qaldırdım, ya Allah, ya Rəbbəl aləm. Bir də gördüm Allahdan cavab gəldi. Ləbbeyk əbdi, ay mən də eşidirəm səni. Cavab o qədər şirin idi ki, hacətimi unutdum. Bu dua budur. Anam və zuvaqlar gelirsən səcdiyə, hacət üçün gelirsən. Amma başlasan Allah, Allah, Allah deməyə bizim halın değişib, hacəti yaddan çıxarmısan, bir saat da Allahla danışırsan. Hacət bəhanədir ki, səni o aləmə aparsın. Çəksin bu dünyadan qopartsın, getsin atsın sən hara? Mənəvi bir aləmə. İndi ayəsini deyim. İza sa'aləkə ibadi. Mənim bəndələrim soruşsalar. Ənni, mənim haqqımda. Fə inni qaribun. Mən yaxına. Ucibu da'vətəd da'i. Çağıranı eşidirəm. İza da'ani fəlyəstəcibu li vəlyu'minu bi ləalləhum yərşudun. Dua eləyin ki, rüşd edəsiniz. Dua da rüşd üçündür. Dua elə ki, rüşd edəsən. Raşid olasan. Çıxar, qop bu dünyadan yəni. Dua qopmaqdır. Ayrılmaqdır. Dünyadan çıxmaqdır. İnsan qopur. Elə bil, maddi aləmdən mənəvi aləmə keçid vasitəsidir dua. Körpüdür. Keçirsən oradan mənəvi bir aləmə.